Ev sahibi olmaq, bu bir çoxları kimi müsahibin Məclum Nəbiyevin də arzusudur. Əslində onun evi var. Bir neçə il bundan əvvəl Abşeron rayonu Masazır qəsəbəsindən sərfəli qiymətə ev tapdığını düşünsə də, bu mənzil ona rahatlıq yox, problem gətirib. İndi necə deyərlər, pulunu əli ilə verib, ayağı ilə axtarır. Maklerlə danışdıq. Makler dedi ki, ev var. Gətirdiyi bizi buna göstərdi. Göstərdi, belə makler dedi ki, hamısını özüm eləyəcəm. Başladı eləməyə, dedi sənət düzəlir, sənət düzəlir, sənət düzəlir. 2-ci ildir, hələ nə düzəlir, nə elədi. Müsahibimin sözlərinə görə həmin realtor ondan başqa 18 nəfərin yalnız pulunu deyil, qurduğu ev xəyalını da oğurlayıb. Hazırda isə əməllərinin cəzasını cəza çəkmə müəssisəsində çəkir. Bu kimi hallar daha çox Bakı ətrafı ərazilərdə tikilən və makler evləri adlandırılan daşınmaz əmlakların satışı zamanı baş verir. İllərdir bu işlə məşğul olan realtor Firuzə Teymurova hesab edir ki, evin harda və kimin tərəfindən tikilməsinin bir o qədər önəmi yoxdur. Əsas odur ki, alqı-satqı zamanı sənədlər qaydasında olsun. Fərdi yaşayış məntəqələrinin torpaqları olmayan yerlərdə tikilən evlərin satışı, tikilməsi hətta dövlət tərəfindən qadağan olundu. Çünki kommunallara icazə yoxdur həmin torpaqlarda tikilən evlərə. Yalnız və yalnız fərdi yaşayış məntəqələri torpaqları, ancaq evlər burada tikilə bilər. Daşınmaz əmlak üzrə mütəxəssislər deyir ki, tikinti normativinə görə fərdi yaşayış evinin inşa olunması üçün tələb edilən torpaq sahəsinin 40%-i tikinti sahəsi, qalan 60%-i isə həmin evin həyətyanı hissəsi olmalıdır. Lakin günümüzdə Bakı ətrafı ərazilərdə tikilən evlərin böyük əksəriyyəti bu normativlərə uyğun deyil. Buna görə də gələcəkdə onların çıxarış alması sual altında qalır. Bəzən evlərin yerləşdiyi mülkiyyətin çıxarışı olsa da, sənədləşmə zamanı bu torpaqların qeyri-yaşayış, yəni kənd təsərrüfatı təyinatlı olduğu ortaya çıxır. Hər hansısa bir fərdi yaşayış evinə çıxarışın verilməsi üçün onun yerləşdiyi torpaq sahəsinin təyinatı mütləq şəkildə yaşayış məntəqələri torpaqları olmalıdır. Başqa bir tərəfdən isə xüsusən də Bakı ətrafı ərazilərdə vətəndaşlara sənədsiz torpaqlar üzərində satılan əmlaklarda layihələr çəkilir və layihə üzərində mənzil alan şəxsin ad familiyası qeyd olunur ki, vətəndaşlara bu sənədi çıxarış və ya texnik pasport adı ilə alqı-satqı edirlər ki, bu tam yanlışdır. Bu, hər hansısa bir memarlıq şirkətinin sifarişi əsasında çəkilmiş layihədir ki, gələcəkdə həmin layihə əsasında çıxarışın verilməsi mümkünsüzdür. Əmlak məsələləri Dövlət Xidmətinin məlumatına görə bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 86 mindən çox mülkiyyət hüququ qeydə alınaraq çıxarışla təmin edilib. Bunun 15 minə yaxını fərdi yaşayış və bağ evləridir. Qasım Xuluflu, Atababa Vəliyev, Zamin Novruzov, İbrahim Yusifli, İTV Xəbər.